Elçin müəllim, xoş gördük. Xoş gördük Tural. Bugünkü mövzumuz ənənəvi üzrə, adəti üzrə aynı oxucularının sualları əsasında formalaşıb. Belə ki, bu günlərdə parlamentin üzvü Vüqar Bayramov Azərbaycanda pensiya sistemində yenilik olacağı açıqlamasını verib. Onun sözlərinə görə Azərbaycanda özəl pensiya fondları yaradıla bilər və bu sahədə artıq qanunlar hazırlanması prosesi gedir və bu qanunların hazırlanması qəbulundan sonra Azərbaycanda özəl pensiya fondları yaranacaq. Bizim əsas suallarımızdan biri məhz ondan ibarətdir ki, uzun zamandır Azərbaycanda pensiya sistemində bir problem insanları narahat edir. Bu pensiya yaşına çatmadan dünyadan köçən insanların sosial fonda yığılmış kapitalının onun ailəsinə, ailə üzvlərinə çatmaması məsələsidir. Siz bugünkü Azərbaycan pensiya sistemini necə təsvir və təsəvvür edirsiniz? Birincisi onu söyləmək istəyirəm ki, bu yenilik müəyyən mənada məni sevindirir. Ona görə ki, mən də təqaüdçü sayılıram. Sayılıram deyəndə təqaüdçüyəm. Və Azərbaycan özəl pensiya fondlarını yaratmaq istəyirsə, bu yaxşı bir fikirdir, yaxşı bir addımdır. Çünki bu sistem dünyanın hər yerində olmasa da bir çox inkişaf eləmiş qərb ölkələrində mövcuddur. Yəni Amerika Birləşmiş Ştatlarında ən azından olduğunu dəqiq bilirəm. Avropa ölkələrində də var yəqin ki. Və mən sizə bir şey söyləyim. Hələ çox gənc olanda inturistdə də çalışmışam mən və orada baxırdım ki, xaricdən, xüsusən də qərb ölkələrindən gələn turistlərin böyük əksəriyyəti yaşlı adamlardır, yəni təqaüdə çıxmış adamlardır. Və öz-özümü təəccüb eləyirdim ki, bunlar yaşlılar niyə gəzməyə gəlirlər? Sonradan təbii ki, indi daha çox şeylər gördüm, böyüdüm. Dünya görüşüm genişləndi və mən hətta Türkiyədə belə anladım ki, insanların çoxsu təqaüdə çıxmaq istəyir, tez çıxmaq istəyir. Amma bizdə SSR-də hər halda, elə bizim özümüzdə də ətalətlə eyni düşüncə var ki, nə qədər gec təqaüdə çıxsam bir o qədər yaxşıdır. Çünki təqaüdlər azdır, çox azdır və təqaüdə güvənib yaşamaq olmur. Yəni normal yaşamaq olmur. Xaricdə isə pensiyalar yuxarı səviyyədədir. Yəni insanlar ömür boyu çalışırlar və onun əvəzində elə təqaüd alırlar ki, yəni yaşları çatandan sonra çox rahat şəkildə həmin təqaüdə həm yaşayırlar, həm də səyahət edirlər. Düz indi hər adam haqqında və yaxud hər ölkə haqqında bunu söyləmək çətindir. Amma hər halda belə şeylər var və mən doğrudan da məsələn Türkiyədə mənim bir qohumum var. 44 yaşında artıq təqaüdə çıxmışdı. Onun yəni işinlə bağlı olaraq nisbətən tez təqaüdə çıxırlar. Və mən təəccübləndim, soruşdum ki, bəs sən axı hələ işləyə bilərsən, 44 yaş nədir ki? Dedi, valla mənim problemim yoxdur elə. İstəsəm indi arada bir nəsə bir iş görüb əlavə qazancı əldə edə bilərəm. Yəni Azərbaycanda yəni Sovet sistemi qalıb. Sovet sistemi də elə idi ki, ümumiyyətlə Sovet sistemində insanlar gələcəyə çox baxmırdılar. Hər halda psixoloji cəhətdən belə düşünürdülər ki, bəs dövlət, hökumət məni ölməyə qoymayacaq, acından ölməyə qoymayacaq. Nəsə ona görə də elə bugünkü günlə yaşayırdı bir çox adamlar. Təbii ki, hamısı demək olmaz. İndi Azərbaycanda da pensiya sisteminin müəyyən
məqamları var. İndi özəl pensiya fondlarının yaradılması yaxşıdır. İndi sualınızı verim, hələ danışaq şeylər var. Deputatın açıqlamasında diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, özəl pensiya fondları yarandıqdan sonra insanların ora yığılan kapitalı müəyyən illər keçəndən sonra, deyək ki, 50-55 yaşlarında həmin insan ora yığılmış kapitalının bir hissəsini oradan çəkə bilər, deyək ki, 50%-ni, 70%-ni özünə biznes qura bilər. Qalan hissəsi artıq 30-40%-i bu pensiya yaşı tamamlanandan sonra pensiya şəklində, aylıq pensiya şəklində özünə qayıdacaq. Bunun sığortasını düşünürsünüzmü? Yəni insanlar inanacaqlarmı buna, özəl pensiya fondlarına? Etibar edəcəklərmi sizcə? Təbii ki, özəl pensiya fondlarının zəmanətçisi olmalıdır. Olmalıdır, yəni də bu hökumət olmalıdır. O söylədiyiniz məqam doğrudan da maraqlı və biraz da insanları güvən yeri olmalarından asılıdır. Çünki bir çox hallarda biz, məsələn, bankların iflasını görmüşük və elə şeylər olub ki, insanlar tutalım 5 manat qoyub, onun 4-ü batıb bir cəmaatına götürə bilib. Burada da eyni şey ola bilər. Ona görə yəni bu işi görəndən sonra bunun təbliğindən məşğul olmaq lazımdır. Və bir də bir şey başa düşməm, 50-55 yaşından sonra götürə bilər insan. Şərti olaraq qiymətləndirir ki, deyək 50-55 yaşlarında, belə deyək, hardasa bir 20 il ora bir vəsait yığılandan sonra bir hissəsi. 18 yaşından tutalım, başlayıb işləməyə, 55 yaşınaca niyə gözləməlidir? Əgər özəl fonddursa, öz pulumdur, özüm riskə gedirəm, qoyuram o pulu ora. 55-dən sonra niyə? Bəlkə mən 25 yaşında biznes quracam. 55 yaşında mənim artıq biznes qurmaq həvəsim olmur bəlkə, enerjim olmur. Ona görə mən belə düşünürəm ki, əgər özəl fonddursa və insan götürüb özəl fonda hansısa bir pul qoyursa, ona heç bir məhdudiyyət ola bilməz, olmamalıdır. Yenə də burada mənə alternativ vermirlər. Mənə hədd qoyurlar, deyirlər ki, budur, elə bu da olmalıdır. Bu Sovetdən qalma bu düşüncə tərzini mən başa düşmürəm. Bolşeviklər getdi, unutmalıyıq biz bolşevizm və bolşevik düşüncələrini. Fondlar yaradılır, özəl pensiya fondu çox əla bir şeydir, yaradılsın, amma insan öz puludur, öz haqqıdır, nə vaxt istəyir götürməlidir və nə istəyir onu da etməlidir. O ki, qaldı indi hökumətin hissəsinə, o bir başqa məsələ. Orada, yəni o da deyir ki, oradan ancaq filan faizi götürməlisən. Onu da gərək insan özü təyin eləsin. Riskə gedir, ondan sonra, amma orada şərt olmalıdır ki, əgər sən bütün məbləği götürürsənsə, onda daha hökumətdən heç nə gözləmə. Yəni, bankrot olsan, iflasa uğrasan, nə bilim, nə baş versə, sən hökumətə qarşı heç bir tələb irəli sürə bilməzsən. Ya belədir, ya elə. Amma əslində insanları, belə deyək, səhvlərindən sığortalamaq üçün o faizin, yəni dövlət pensiya fondunda faizin müəyyən hissəsinin məbləğin qalmağı pis şey deyil, yəni yaxşıdır. Ola bilsin, insan hissə qapılır, bütün əldə etdiyi pensiyanın pulu hansı bir işə qoyur, yaxud kimsə yaşlı adamın başını tovlayır, o qədər fırıldaqçılar var ki, başını tovlayır, pulunu əlindən ala bilər. Heç olmasa hökumətin zəmanət verdiyi o faiz hissəsi qalmalıdır ki, o adam sonra dizinə və başına döyəndə heç olmasa çörək almağa vəsait olsun. Elçin, birinci sualımızı bir qədər də konkretləşdirsək, oxucularımız
daha məmnun olarlar. Bugünkü reallıqda deyək ki, bir nəfər 20 yaşından 63 yaşına qədər 20 niyə 18 misal yaşından olaraq 18 yaşı, 20 yaşı, 25 yaşından 63-64 yaşına qədər sosial fonda kapital yığır. Bu insan onun bəhrəsini görmədən dünyadan köçür. Daha ədalətli olmazmı ki, əgər o özü həmin kapitaldan faydalana bilmirsə, ən azı onun tam hamısı olmasa belə müəyyən faizi, 80%, 70% onun ailə üzvlərinə, varislərinə çatsın, hansısa bir formada, bir dəfəlik ödəniş formasında yaxud aylıq hissəli ödəmə formasında. Mən belə düşünürəm ki, hər hansı bir insanın sosial təminat fonduna yaxud dövlət pensiya fonduna yığılan vəsaiti o onun öz vəsaitidir və ona görə də varislik hüququnla onun ailə üzvlərinə keçməlidir. Özü də nə bilim müəyyən faizinin yox, hamısının. Çünki bu adam özü çalışıb, bu pul onundur. Özü qazanıb. Və burada bir məqam da var. Məsələn, əgər hər ay dövlət sosial fonduna yaxud dövlət pensiya fonduna mən məvacibimdən nə bilim 10 manat keçirirəmsə, yəni 30 il ərzində, 40 il ərzində həmin maliyyə, ümumiyyətlə maliyyə vəsaiti bir yerdə hansısa bir belə deyək də, daxıla qoyulub ağzı bağlanmır. Maliyyə vəsaiti fırlanır. Və dövlət pensiya fondu da, yəni maliyyə qalmamalıdır, maliyyə hərəkətdə olmalıdır. Həmin mənim 10 manatımın, 20 manatımın, 30, 40, 50 manatım dövriyyədədir. Dövriyyədə fırlandıqca, ola bilsin mən indi haradasa hüquqi cəhətdən səhvə yol verə bilərəm, amma konkret gerçəklikdə bu belədir. O maliyyə vəsaiti fırlanır və onun üstünə faiz gəlir. Həm yarım faiz olsun, 1% olsun, 2%, 3%. Bu o deməkdir ki, o həmin sosial fond yaxud dövlət pensiya fondu mənim hesabıma qazanır. Amma mənə heç nə vermir oradan. Yəni o faizlər mənə hesablanmır. Mən belə düşünürəm ki, mənim olanı mənə verməlidirlər. Əgər mənim vəsaitlərimdən 40 il ərzində mən o vəsaitdən istifadə edə bilmirəm. Amma o dövriyyədədir və üstünə faiz də gəlir. Ona görə mən belə düşünürəm ki, o faizə mənim şərik olmaq hüququm var. Yəni ədalətlə baxarsaq, bu belə olmalıdır. İndi hüquqi müstəvidə bu nə deməkdir? Elədirmi, elə deyilmi? Bu bir başqa məsələ. Oxucularımız bir sualı da sizə ünvanlamağımızı xahiş edirlər. Son illərdə Azərbaycanda əsas pensiya hesablanması 2006-cı ildən bu yana olan dövrü əhatə edir. Yəni 2006-cı ildən əvvəl 40 il, 30 il, 35 il, 50 il çalışıb kapital yığmış insanların demək olar ki, 2006-cı ildən əvvəlki hissəsi nəzərə alınmır. Bir insan 2010-cu ildə vəfat edib pensiya yaşına çıxırsa 4 il əsas götürülür. Sonraki 4 il. Burada belə bir mexanizm düşünüldü, daşınıldı, yaradıldı. Amma nəticəsi göz önündə oldu ki, bugün yaşlı insanların çoxu minimum və yaxud da minimuma yaxın pensiya alırlar. Bununla bağlı sizin fikirləriniz maraqlı olar. Görünür, bu təkcə bizim o sual verən oxucularımızın yaralı yeri deyil, elə mənim də yaralı yerimdir. 74-cü ildən mənim demək əmək fəaliyyətim var. Amma 2006-cı ildən hesablayırlar və şəxsən mən minimal pensiya alıram indi. 2006-dan 2006 nəsə bir təxminən son 10 ilin pulu hesablanıb. Amma 74-dən mən çalışmışam. O pullar hara getdi? Yaxşı, indi Sovet dövləti, Sovet hökuməti dağıldı.
SSR dağıldı. Keçdim onu. Yerdə qalan 35 il müstəqillik devrimizdir. Hara getdi bu? Və niyə getməlidir? Bu vəsait havaya uçmayıb. Bu dövriyyədədir. Və mən hesab edirəm ki, bilmirəm hansı məntiqlə, hansı ağılla bunu eləyiblər. Başa düşdüm, yəni hərənin öz, belə deyək də, sosial vəsiqəsi var. O hesaba pullar yığılır. Tamam, razıyam, yaxşıdır. Mən bilirəm ki, mənim yəni ödənişlərim bu qədərdir, bu qədər də pul yığılıb. Bəs yerdə qalan illər, onları niyə saymırıq? O itməyib axı, hamısı yığılır da, hansısa ümumi hesabamı, qeyri-hesabamı, amma hamının adında var, adı da məlumdur bu. Mən hesab edirəm ki, bu ədalətsizlikdir. Yəni, bu şəkildə dövlət büdcəsinin mümkün kəsirlərinin doldurmaq düzgün deyil, ədalətsizlikdir bu. Belə şeylərə fikir vermək lazımdır. İndi elə insanlar da var ki, nə bilim, Allahın işidir, rəhmətə gediblər, səsləri çıxa bilmir və ümumən də mənim hesabıma yığılan o pullar niyə vərəsəlik hüququnla mənim ailə üzvlərimə keçməməlidir? Mən tək, belə deyək də, hökumət üçün çalışmamışam ki. Mən ilk növbədə insan özü haqqında düşünür. Yəni, bu gerçəklikdir, bunu anlamaq lazımdır. Daha sonra başqa şeylər haqqında düşünə bilər. Bir də var, indi insan böyük biznes sahibidir, milyonlar qazanıb və belə düşünür ki, oradan xeyriyyəçiliyə pul ayırmalıdır. O başqa məsələ. Kimin könlü var, imkanı var, o işlə məşğuldur, xeyriyyə fondları yaradırlar, vəsaitlər qoyurlar və ümumən sosial problemlərin həllində hökumətə və dövlət strukturlarına dəstək olurlar. Bu, gözəl bir şeydir, amma təsəvvürünüzə gətirin ki, indi biznesmen əhalinin 100%-dən ən yaxşı halda 10%-dir. Və 90%, 10%-i keyfində. Keyfində deyəndə indi zəhmətini çəkib, əziyyətini çəkib, qazanıb pullarını və özünü və bəlkə də, nə bilim, nəvə nəticəsini də təmin edib. Bu da onun hüququdur, haqqıdır, ədalətdir. Təmiz işləyib, təmiz qazanıbsa, bu onun haqqıdır. Ona görə mən belə düşünürəm ki, bilirsiniz, qanunvericilik bir yana, ədalət bir yana. Qanunvericilik və bütün hüquqi aktlar, qanunlar ədalətli olmalıdır. Düzdür, bunu heç də həmişə yerinə yetirmək olmur, amma hər halda ədalət birinci yerdə gəlməlidir. Ədalətlidirsə, deməli, hər şey qaydasında olacaq və belə deyək, sosial narazılıq minimum həddə olacaq. Bəlkə də heç olmayacaq. Özəl pensiya fondları ilə bağlı başlamışdıq söhbətimizə. Sonluğu da ondan etsək, bəlkə oxucularımız üçün biraz da mənzərə aydınlaşar. Demək, bunun detalları təbii ki, sizə və bizə bəlli deyil. Hazırda müzakirə mərhələsidir. Əsas bizi düşündürən, oxucular düşündürən onun könüllülük yoxsa məcburilik olması məsələsi olacaq. Burada və kimsə könüllü şəkildə özəl pensiya fonduna kapital yatırırsa, o yenidən məcbur dövlət sosial müdafiə fonduna da vəsait ödəməli olacaqmı? Biz detallı yox, sizin fikrinizi, təklif olaraq fikrinizi bilmək istəyirik ki, könüllülük yoxsa məcburiyyət? Yox, indi özəl fondlara təbii ki, könüllülük prinsipidir. Heç kim məni məcbur eləyə bilməz ki, o pulumu götürüm, özəl fonda qoyum. Sadəcə olaraq orada elə çıxır ki, həm ona görə görünür orada o məqam var ki, dövlət pensiya fonduna sizin hesaba yığılan vəsaitdən götürüb özəl pensiya fonduna yatırım eləyə bilərsən. Söhbət
belədirsə, təbii ki, o fonda könüllü olmalıdır. Amma burada bir şey var da, sən orada bir məqam var axı, deyir, 50-55 yaşından sonra sən o özəl fonda vəsait köçürə bilərsən, dövlət pensiya fonduna sənin hesabına yığılan vəsaitin hesabına. Ona görə oradakı həm məcburiyyət var, amma 50-55 yaşınacan salamat qalsan, onda sən sərbəstsən. Özəl fonda nəsə vəsait ötürməyə. Yox, bəxtin gətirmədi, həm əli aşından olacaqsan, həm vəli aşından. Bəxtin gətirmədi deyəndə də yaşamaq lazımdır. Çalışaq ki, yaşayaq, çalışaq keyfiyyətli yaşayaq. Çünki bütün bu işlər insanların, əhalinin keyfiyyətli yaşamağı üçündür. Bilirsiniz, mən vaxtı ilə təxminən bir 25 il bundan əvvəl bəlkə, 22 il bundan əvvəl Şimali Kipr Türk Cumhuriyyətində idim. Ondan əvvəl də olmuşdum, amma burada ora dəvətli olduğumuz üçün mən bir şeyə fikir vermişdim. Demək, baxırdın ki, Səhiyyə Nazirliyi balaca 2 mərtəbəli sınıq salxaq demək olar ki, bir binadır. Kvadratura da maksimum bir 100 kvadrat metr olardı. Amma oradakı özəl xəstəxanalar böyük bir, belə deyək də, imperiya şəklində idi. Yəni orada bir 1000 dənə o Səhiyyə Nazirliyi yerləşdirmək olardı. Və ondan sonra bir şeyə baxdım ki, orada məsələn ölkəni tanıyan yoxdur Türkiyədən başqa. Amma 5 universiteti var idi o zaman, indi bəlkə genişlənib. O universitetlərin demək olar ki, hamısının diplomunu dünyada tanıyırdılar. Və ona görə də orada Kipr universitetlərində özəl universitetlərdir. Yəni dövlət universiteti deyəsən bir dənəsi var idi. Orada dünyanın hər yerindən oxumağa gələn tələbələr var idi. Və orada artıq bircə Türkiyənin tanıdığı ölkədə keyfiyyətli həyat var. Yəni o balacadır, düzdür, əhalisi, adadır, özü ada da bilirsiniz yarıya bölünüb. Amma 74-cü ildən bəri bu insanlar özləri üçün keyfiyyətli həyat qura biliblər. Düzdür, Türkiyə Cumhuriyyətinin böyük dəstəyi var. Amma bilirsiniz, bir var, dəstəyi bir bivec evlada verirsən. Bir də var, normal beyni işləyən, çalışan insana verirsən. İndi mənim söylədiyim odur ki, biz gərək elə eləyək ki, insanlarımız üçün, hamımız üçün keyfiyyətli həyat tərzi yarada bilək. Bu da həm sosial fondlardan asılıdır, bu devlətin yaratdığı, vətəndaşlar üçün yaratdığı, nə yaratdığı imkanlardan asılıdır və ümumiyyətlə həmişə beynimdə bir fikir fırlanır və yəqin ki, böyle, yəni hamıda belə fikir var. Dövlət cəmiyyət üçün, yoxsa cəmiyyət dövlət üçün? Əgər dövlət cəmiyyət üçün normal şəkildə çalışırsa, deməli, keyfiyyətli həyat tərzi yaranacaq. Yox, tərsinədirsə, cəmiyyət dövlətə işləyirsə 100%, onda vəziyyət tərsə məsrəf olur. Belə, bu barədə indi mən yəqin ki, mütəxəssis olmadığım üçün müəyyən səhvlərə də yol verirəm, amma hər halda sıravi vətəndaşlar yəqin ki, bir çoxu məni kimi düşünə bilər. Həm redaksiyamız adından, həm də oxucularımız adından təşəkkür edirəm. Çox sağ olun, Tural, sağ olun.